Azərbaycan CNN-ə qarşı iddia qaldırmaqla möhtəşəm bir qərar qəbul edib. Bu televiziya kanalı Azərbaycana qarşı aqressiv, ikrah doğuran bir kampaniya aparır. Bu sözləri Qlobal Info-Aza açıqlamasında Amerikalı politoloq Peter Tice deyib. O bildirib ki, CNN təkcə Amerika üçün deyil, bütün qərb yarımkürəsi məkanı üçün saxta xəbərlərin əsas mənbəyidir. Stat: CNN kimi mətbuat və kommunikasiya qurumları dünyada demokratik institutlara ciddi şəkildə zərər verir. CNN-in Azərbaycana qarşı saxta məlumatları yayması Amerikadakı Azərbaycanla Ermənistan arasında sülh sazişinə qarşı olan məhkirli dairələr, əsasən də 1990-2020-ci illər ərzində Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərlə əlaqəsi olan erməni diaspor təşkilatları tərəfindən mümkün olub. Azərbaycan Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri cənab Hikmət Hacıyev 13-14 iyul tarixlərində keçirilən 4-cü Şuşa Qlobal Media Forumundakı çıxışında çox aydın şəkildə bildirib ki, CNN Amerika və Azərbaycan arasında ikitərəfli münasibətləri pozmağa yönəlmiş saxta xəbərlərin və zərərli dezinformasiya kampaniyasının əsas mənbəyidir. Mən CNN-in Amerikanın Avrasiyadakı ən böyük tərəfdaşı olan Azərbaycana qarşı apardığı informasiya müharibəsini məhkəmə qarşısında ifşa etməkdən qürur duyuram. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.